Baş sponsor Soundride, Lovell traktorları, xüsusi sponsorlar Patron Tumları, Azərbaycanın kolası Buz Kola, Xınalı Otel. Meydan. Ay meydan. Ördekler uçtu. Meydan. Ha Firuç. Buraya gel. Firuç. Bu vaxt adamı yuxudan durgucarlar. Mənə bax. Görmürsən, yatmışam. Mən dur, toyacayacağım, kim var mən? Gör nə danışırıq. Hadi sən istəyirsən ki, yorulasan, yatasan da. Götür götür qəbəri, cumburlar burada. Ha? Doğrudan deyirsən? Axırı ki, qabul elədim mənim nağarı çalmağımı, ha? Bir sənin üçün çətinim burada, hangi mahnıcam can? Sən sənətkarsan. Sənətkarsan sən. Mən iki illər nağarı çağıram mən. Abi sən nə istəyirəm nağara, cumburlar. Nəsə sevinir, nəsə xoş günləridir. Onun burnundan gətirəcəm bugünkü günü. Doğrudan deyirsən? Gel, gel. Bir daha mən burada qaytağı vırım da. Qaytarasan? Nə deyir? Qaytağı. Qaytar, get, özün bilərsin, tez ol ki. Tez ol. Hardadır nağara? Tamam da. It is not Nagara sound. It is not Nagara. Münasip. Münasip dur tez ol. Adə, tükür tərpənmiri. Buna bax, necə əsəblər sakit deyir. Sən bu səsi narahat eləmi? Səsə bax. Sərin göz açılmamış qardaşıma bax. Nağara çaldı qoymu yatmağa. Az imkan verdin ki onu eşitdim ben. Yatmıştın da gül kimi. Ay kız, mənə nə var ki? Mən yeməğimi yiyəndən sonra işte traktor kodlayıram. Onun bak səsi mənə lay kimi gəlir. Necə adamsan, bax sənə deyirəm mən. Biz bugünkü xoş günümüzü restoranda eləyək. Evdə də bunlar burnumuzdan gətirəcəklər, baxarsan. Ay kız, narahat olma da. Haqlı şeydilər. Restoran nədir? Baş-başa evdə eləyəcək. Mən meydandan danışacağım, meydancı çıxardacağım evdə. İndi görüm də görüm. Gedim ona bir kəmi söz deyim. Ona bax. Dayanmır, səni zəlil olasın. Tak. Şimdi bir möhkəm vur da, möhkəm vur lan ha. Neden korkuyorsun sen bu? Yüksel başıma ya, yüksel başıma. Hemen başıma. Hadi, deyən nə olub? Bu nə deməkdir? Ne olub ki? Sərin göz açmamış ərifin incə sənə deşk oyanıb. Ne oldu? Öz evimdə də yata bilmirəm. Dik atıldım. Harda? Öz evimdə. Az söz sözünə çıxar yadından ha. Az videoma façonuna var, çöl sıçanına oxşayırsan. Adam qorxur sənsin. Az yeri makyaj sən, abur börtülü, meşəbəyinə oxşayırsan. Ay yazıq, bir də tüfəngin çatmır. Ne olsun? Ne olsun? Mənim tüfəngim çatmır, sən də başın gülləsi çatmır. Meydan, başı var. burada vur. Soxmuş bizi də yerə sox. Ver onu mənə. Hadi bəsdir. Neçə ver onu, neçə. Neçə bura bax. Neçə bacı? Geri gedək. Neçə bura bax ki. Sən içmə bax. Sən barmağa. Novruz bayramı getmək çirkinə. Sən nə barmaqlarına çelim mən. İçim bax. Orada nağaranın buldum bunu. Paçağın Yok, paçağın içinde yok. Çok bildim. Gəl mənə attım. Gəl mənə attım. Gəl mənə attım. Ölürəm vaxt üçün. Bir daha TikTok çekim ona. Gəl mənə attım. Gəl mənə attım. Az səndə sifət gördüm. Canım üçün səndə sifət gördüm. Ne olub az? Az özümü cəmaatın balasına sırıyıb bədbəxt eləmişsən. Hələ üstəlik də toy günü geydirirsən ki. Mən? Yo, mən. Ay yazıq. Mələmə, az mələmə. Az özüm mələməyi. Ay gec. Münasib məni istəmək üçün düz 6 ay qapımızda yatdı. Kimi? Hə, münasib. Ay yazıq, sən necə hərə gedmişsən? Necə getmişəm? Bilənlər bilir. Necə getmişəm? Hamı bilir necə getmişsən. Necə getmişəm Az ki? nişanlı idi meydan. Hə. Nişan günü ona nə elədin, nə eləmədin.
Nişanı qoydu qaçdı. Hə. Az ayıb deyil sən ki, belə yalan danışsan özü. az. Meydan ölür deyə mənçini, meydan məni elə sevirdi. Bax, mənim birincisi figuramı sevdi, sonra özümü sevdi. Mən də onun nağarasını elə sevirdim ki, Öyle ki. Nağarası bilirsən nədir onun? Biraz əlimə pul düşsün, onu şimdi səndən alacağım. Qabaldakı. Ondakı düşsün sənin başına. Yəni bağışla sən canı bağışla. Ne ki? Bildim sənin nəyi bəyəni bu. Nəyimi? Bu nağara figura bu. Belə köhnə nağaralara oxşuyursan, ay yazıq, partlaq nağaralara Sən niyə oxşuyursan? Az. Hüsnü şənləndirici var, onun klarneti sən toçun. Doğrudan. Deyirəm, ay qız. Nədir? Siz bu üç bacı niyə toylara gedmirsiniz? Nə mənadaşın? Bax, sən nağaraya oxşuyursan. Hə. Böyük bacın qarmona. Hə. Obursu da kontrabansa. Gedin partladın da toylarda da. Biz oxşuyuruq ki, az Əlbəttə. əyri ayaqlarından danışır. Cəmal sən ayaqlarından danışır. Mən. Yazıq, qoca eşeğe oxşuyursan. O nə deməkdir? Qoca eşək nətər olur ki? Yorğun qoca eşek. Necə olur? Eşek necə olur? Az babeyqa səni babeyqa. Babeyqa, öyle. Yer oyna. Öl. Ölsün canın. Yanır, tökülür. Şpilkalar mənimdir, götürürəm. Bir dənə sənə söz deyim. Şpilkaları götürəcəm. Sən bugün gələ sox gözümə. Gələ, şpilkaları? Ver şpilkaları. Olsa külək yoxdur. Şpilkalar mənimdir. Astava geri Ver, mənimdir. Olsun da sən məni bugün əsəbləşdirə bilməyəcəksən. Ne üçün ki? Əsəbləşdirə bilməyəcəksən. Çünki bugün bizim özəl günümüzdür. Kimin ha? Özəl. Sən ölsən bağlayaram bunu. Nəfəs ala bilməzsən. Gəl mənə attım. Gəl mənə attım. Gəl mənə öl. Oyna belə oynaya bilmirsən. Texnitski oynayıram. Texnitski. Həz bilirsən nə var? Hə, nə var? O ərin, o da sən. Gediniz, tullanın ki. Az yeri qədər tullanın için yazıq. Messi'nin bibisini oxşusan evdə qalmış bibisini. Öyle ona bana göreyini. Külü başı bak. Yazıq. Gör neynir. Yüngülsən də, yüngül, tərbiyəsiz, qabiliyyətsiz. Tərbiyə görmüsən sən. Uf, onsuz xeyri yoxdur. Bugün əsəbləşməyəcəm. Gəl mənə attım. Münacim kaç ver! Münacim kaç ver! Ay kaç ver Münacim! Münacim bir babamı yemeyeceğim ya! Münacim kaçıncı ayakçı ver! Münacim bu kaçı verirsen bak! Ama halaçımdan eləyirdilər. Nadir. Meydan. Yaxşıdır. Traktorun yəsi gəlib görsə ki, mən traktorla sənə züy verirəm. Mənə bir dənə təpik, vağzalı ilə yola salacaq evə. Münacib, sən heç kimə söyləyənməz. Biz burada kənət göstəririk, kənət. Yaxşı görüm, nə sənəti? Sənəti toyda görsət də. Qulaq az, gör nə deyirəm. Bugün Nisə ilə tanışdığımın il dönümüdür. Ona görə də istəyirəm, sən də arvadı götürəsən, gedəsən qaynanan gilə. Evdə olmayasın. Ay, Münacib, mən qaynanam gilə gedənmərəm. Borcum var onun. Nə qədər borcun var ki? Hələ bir 2 kilo ət götürdüm, 2 dənə də çorba. Olsun 40 manat. 40 manata görə adam qaynanasından üzülüşər. Münacib, neyinin pulum yoxdur, Münacib, verəmirəm, Münacib. Sənə nə var, sən paçka ilə pul qacancan. Mənim yoxumdur, toylar cəhifdir, nəlbəçilər yarısı çınıb, yarısını alanmamışam. Mən neynim onu? Əziyyət çəkirəm də. Qardaşım, hamısı Lovolun muruskası. Bu Lovol olmasa var ha. Mən də qalacam sənin kimi avara gör. Başa düşdün? Münacib, Hə. mən gələcəm mi, verəcəm mənə Lovolu əfrucu götürüm, qalxım dağlara. Yaxşı fikirdir. Evdə də olmayayım da, Münacib. olar. Sən də rahat üçün Hə, olar. Sən biz bu borcu necə eləyəm? Mən o borcu 40 manat, 2 kilo ət, 2 dənə də çorba. Yaxşı, Mehdan, yaxşı, az ağla. Ala, 50 ver də Münacib. ala. 20. Bu da 20. Çox Münacib. Mən indi Götür. açarı da verəcəm mən. Ay, narahat olma. Mən gəlirəm. Sahəni tamamlayayım, atarı verəcəm sənə. Get. Mən səni gözləyirəm evdə. Həyatım, Aycan, məni ilk görməyə yazımda. heç yadımdan çıxar o gün. Mama toy kasetində görsətmişdi səni. Oynayırdım mən. Yox. Gəlinlə talaşırdın əməlli başda. Mənə baxın. Bu əfruz görə nə yaxşı getdilər. Özüm yola saldım da. Meydana dedim ki, götürürsən arvadı vurursan qoltuğuma. Gedirsən qaynanan gilə. Sənlə təkbətək qalmaqdan ötəri. Nə etsən eləyərəm. Doğrudan. Nisə, al. Tələngim mənim. Can, deyirəm yeməyimizi yeyək. Keçək də əsas məsələyə. Çaya. Çaydan sonraki. Nəyə? Tortu kəsək də. Hadi mən don deyirəm də. İlk dönümüzdə belə. Ay axşamınız xeyir olsun. Çeşil. Narahat eləmədik ki. Elədir. Necə? Deyirəm. Münacib, Hə? Münacib, traktoru vurdum.
Ne danışsan, nəsən? Hara vurmusan, hə? Hara vurmusan? Mürçəlcinin darbacasına. Traktor nəsə olub? Traktor heç olmayıb. Traktor darbaca, hələ bir mürçəlcinin darbacası əcilib. Hara gelib girmirsən, nəsən? Ay, sən bilirsən o məndən nə qədər pul alacaq? Dərimi boğazımdan qopardacaq, Vay. Nə gedir? Mən də dəlim. Lazımdır. Mən də dəlim deyim ki. Eybi yoxdur, ay münasib qardaş. Nə eyb yoxdur, ha? Nə eyb yoxdur? Niyə sən- Günümüzü qara elədiniz, Hadisə oldu Günümüz da. qara olsun. Küsəndə başıma gic keçi. Günümüzü qara elədi. Bu günə tapşırmışam sizi, bu günə. Ay, sən də hadisə də oldu. Hadisə də öyle. Əslində gününüz necə keçir? Yerə soxub sən boyumu, Bizə qədər Günümüzü yemirlər, keçir. şabaqma. Gör nə elədilər, buna bax, Vay, buna bax. vay, Mən ölə də vay, bilərdim. vay, vay. Ölələr, Vay, ölmüşsünüzlər. vay, vay. Davay, davay. Yazıq. Eləmə. Bütün qanımı qara. Vay, səptim hep nəsəbdən. Buna bax. Az nə istəyirsən? Hadisə də oldu, bilərəkdən olmayıb. Az bəs də. Əsas gününüz nətər gedir? Öyle elə. Mən idarə etmək kirdim. Ada gel gidin idarə etməli. Yazıq. Davay. Gününüz necə gedir? Şamdan götürəcəm. Haram daşın samın başıma. Hamamın lampası partlayıb, ola bilsin gecə yaxalandı. Şamımıza da ihtiyaclarım var. Şamımıza da. Ay bəxşəyiş, qollarım qırıldı. Gəlmirsə gəl gedək də. Gələcək. 5 aydır qızımın üzünə həsrətən. Bizi istirahətə çağırıb. Sən elə düyübə bax. Dedim gələcək. Gəldi. Ha, Gəldi, yatda saxla. Vur yatda. Bağımın, bahçamın barı masamda. Yarı qarnımdadır, yarı masamda. Atamdan eybi yox, yarı masamda. Xaçabı qaynatam. Varlı olardı. O vaxt cavan idim, o vaxt qanmadım. Bir gündə pulumla lovğalanmadım. Özüm fərli başlı pul qazanmadım. Xaçabı qaynatam varlı olardı. Bəxşeyşəm əyilməz, dümdüz vüqarlı. Sözüm var həm iti, həm də tutarlı. Təbim bulaq kimi, ürəyim varlı. Xaçabı qaynatam varlı olardı. Xaçabı qaynatam varlı olardı. Vur bunu yatlaşa. Kör elə sənin kişi başıva. Gizli ki bu. Atamı bəyənmirsən? Sənin nəslində elə kişi olmayıb. Dediniz ki, nişanı qız ev eləyər. Atam elədi. Xınanı qız ev eləyər. Atam elədi. Oğlan toyunda dediniz ki, qız ev eləyər. Onu da atam elədi. Hələ üstəlik də işıq pulunu da qız evi verməlidir. 5 ildə atam işıq pulu verir. Daha nə istəyirsən? Ay çöl pişiyi. Atam verməlidir də. Sən istifadə eləmirsən də. Ütüdən, fəndən, nə bilim səriyyallara sən baxmısan. İşıq pulunu verməlidir. Ya bəs də. Qız bizi gözləyir. Dur gedək. Bəs bir giz şeyləri yazdım. İstəmirəm ora gedim. Gedəcəm əsəbləşəcəm, orada istafçılıqları görüb ürəyim partlayacaq. Hələ yenilənə özümsüz şeir yazıram. İstəmirəm. Yellənirsən, şeir yazırsan, yellən yaz. Mən getdim. Ay sənət qatili. Ay ədəbiyyat qatili. Sənə 7 ildən 9 ilə kimi iş düşür. İşıq pulu ilə qorxdun məni. Mən şam işığında, lampa işığında şeir yazan şairəm. Qavranlıqda. Çox ola fəridir. Nə bilim. De gələ, bunu da gətir. Nəyə lazımdır? Bu qədər şey nəyə lazımdır? İsrafçılıq deyə hamısı ye. Ata yeməyi gedə, çayını da soyudu. Onsuz da ildə bir dəfə gəlirik səhər yeməyinə. Düz deyir də ay baxşa işdə. Qızımız universitet bitirib, diplom alıb, bizə qonaqlıq verir. Gör nə danışırsan? Yeməyinə, amma mənim yağım olmadan, patron yağım olmadan mən yemək yeyə bilmirəm. Deyəm. Gətirmişəm özümlə. Qatımı, salatam. Ata bəlkə burada da patron yağı işlədirlər. Ola bilər, hər ehtimala. Bəh. Buna da. Ay canım, yiyin, siz də yiyin. 100% babamın dadı dəyişdi. Yiyin. Baxın. Ay, olar deyək dadı, olar. Gəlin bəri. Deyib buradadırlar. Gəlin bəri. Gəldilər.
Salam aleyküm. Aparıcıdır bu oğlan. Diktirdi bu oğlan. Geçin oturun, sabahınız xeyir olsun. Gəlin atışdıraq. Şər-şəri az qarına çıxmışıq. Sabahınız xeyir olsun, bacı, nə tərsiz, nə var, nə yok. Yi, xırda yi. Yi, əmidir də, özümüz gidir. Necəsən qızım? Nə tərsən? Əmi televizordan baxır sənə. Yaxşı, müəllim, nə var, nə yox, necəsin? Nə tərsiz? Yaxşıyıq, yaxşıyıq. Mənə bax. Nə olur? Elə bir televizora çıxmaq istəmirsən, çıxa bilməmişsən, televizora promo girilmişsən. Yo, bu televizor qonşunun televizorudur, yaxşı göstərmirdi. Dedim, vur başından düzəlsin. Vurdu, əlləri incədir, düzəlmədi. Vurdu, əlləri incədir, düzəlmədi. Əsəbimdən dedim, qaldır onu, vur başıma. Televizoru qaldırdı, keçdi TŞK-nın başına. İndi əntiqə oturub, özə qəşəng deyə qulaqlarımı soğuqdan qoruyur. Bir dənə çiməndə problem yaşayıram, içinə su dolur, belə eləyirəm. Qalan hər şey əladır. Belə ziyanı yoxdur. Mən bu dəqiqə sizə ekran qarşısından baxıram. Belə özünüz necəsiniz, ay bacı, canınız, başınız. Yaxşısınız. TŞK-yam mən, lüləsi qırılmış TŞK. Sən də yavaş-yavaş gidə, boğularsan, ayaqul, boğularsan, xırda-xırda yiyin. Qızımız da xoş gəlib. Xoş gəlib. Bəyəqlarım, mən arvadla məsləhətləşdim. Dedim, oğlumuz da yanmış olsun, yavaş-yavaş boğularsan. Çəkən maşındır bu oğlan. Pamuk yığan maşındır bu oğlan. Beton karıştıran maşındır bu oğlan. Dedim, oğlumuz da yanımızdadır. Kakraz qızımız da təhsil alıb gəlib. Yemək süfrəsi də hazır, çay da var, şirin çay da var. Dedim, elə elçiliği burada eləyək, axşama da toy eləyək. Doğruda. Bəli. Televizorun pultu hanım. Bu kanallar xoşuma gəlmir. Dəyiş kanalı. Bu kanal yaxşıdır, yaxşı danışmır. Dedi deyən, mən sənin sözümü yerə salmaram. Qoy dəyişim kanalı, buna bax. Milli Hidrometeorologiya, Hidrometeoroloji departamentlərin verdiyi məlumata görə sabah Bakıya qar yağacaq. Bakıya qar yağanda da öncədən travmatoloqları və çıxıdıları, bir də əsas sınıqçıları təbrik edirəm. Sizi kanala bir də dəyişim. Dəyiş. Çox sağ ol məlumata görə. Çox. Musiqi verilişimizə başlayırıq. Üstadacığım. İfa eləyir Dürdanəm Gözəlovam. Azad bir kuştum, yuvamdan uçtum. İstəyəcək idman xəbərlərinə qoyum. Söndür başlayın bunu. Söndür, yox, söndürdüm. Tezliklə qızımızın toyu olar, xoşbəxt olar. Bəli, deyirəm ki, müəllim, məndə o qədər enerji var, sinə var. Bir dənə kərpic olsa, sındırardım bu dəqiqə. Var kərpicimiz? Ya kərpic yox, kərpic də gəlsin. Bir dənə mənə kərpic tap, sındırmaq istəyirəm, enerji Başladı partladı. yenə. Sevgi bəsdir də. Yaxşı, mən sustum. Danış. Azdan çay birdən ha. Afisiyant çağır təzə yemək getsin də. Yaxşı da, yaxşı sən ye. Ha, buraya gəl. Afisiyant. Buraya gəl, afisiyantı çağır da, özün nara deyilsin. Afisiyantı çağır da. Deyirəm nara. Deyil. Afisiyantı Afisiyant. çağır. Yemək getsin də. Buna yemək verir, doymur bu. Et çeken maşındı bu oğlan. TÇK'dı. Atası TÇK'dı. Lüleye kırık TÇK. Vay. Limiti keçmə. Şunla məşğul. Quda, Ya bax. xeyirdirmi? Nə münasibətlə yığışmısınız bura, hə? Qızımız universiteti bitirib, qırmızı diplom alıb. Bizə də qonaqlıq verir, ona görə gəlmişik bura. Ne güzel, ne güzel. Maşallah. Gözəl qızdır, gözəl. Bir dənə deyil, bir dənə. Qalpaşa qoyuram bunun arasına. Ver de uşaq yemək istəyir, ver de. Eləmə də bir dənə nöş verirsən. Götür bunun boş qabığın, hamısı boşaldı onun çörəyin arasında götür. Rahat yiyin. O uşaq gitsin de o ne deməkdir? Verirəm də, sevgi. Danalar öküzlər camışlar. İslanır yağanda kəndə yağışlar. Eşidirsən, bunda arada belə şeirlər olur ha. Birdən-birə buna elə bir ki, bədahətən gəlir, deyir. Yaxşı, öyrəş qaynatıva, öyrək yavaş-yavaş. Arvadın arzusun istəyin duyan, evləri süpürən, qabları yuyan, götürdüyünü yerinə qoyan, kişi arvaddan qorxmamalıdır. Sen bu şehirle ne demek istiyorsun ki? Sen öyle sen bende kanallar karıştı ya. Bu ne danışır? Ne değil bu? Bununla demək istəyirəm ki, Ha? ay ağılsız, No. ay qabiliyyət. Ne olur? Bayaqdan sizə fikir verirəm, ayı bu deyə qabiliyyətin yox deyə. Hələ içəri girəndən oğlun balaca fil ancaq yemək yiyir. Ayı bu deyə mənim qızım universiteti qırmızı diplomla bitirir. Heç olmasa diplomla arasında bir şirinlik o. Ne diyorsun? Bir de diyen arada dalga bitir. Bazı bakışta başımdan bir iki tane vurabilirsen yukarıdan. Vur tapasın. Hələ yox da vur. Yavaş kanallar karıştı yavaş. Kanallar qarışdı. Diyanı buna bak.
Kanal karıştı canımsın. Avrupa tutacağım bu dəqiqə mən. Sakit dur da. Görmürsən necə vurur başıma? Deyirsən şirinlik verin. Hadi, ha. Ne olur bakım diploma. Bakım. Məməllə qızım oğlum, məməllə. Yaxşılardan çıxın. Qəşəng diplomdur, qalın diplom. Qırmızıdır. Qırmızıdır. Toçlu qırmızı Qoy, kərpiç. qoy, şirinliyi qoy. Qırmızı diplom, Ya. qırmızı kərpiç. Brusliydi bu oğlan. Şirinlik vereyim, baş üstə. Buraya getir. Diplomu qırdı. Neylədiniz? Sənin başına. Mən bu evə gəlin gedə bilmərəm. Mama növbəsi. Sən Şimdi Buna bakalım tombul turpa. Geri sok. Ay dedem baş kanallar Geri karıştı. sarılırsan. Canım sen kanallar karıştı. Yan başım harap oldu. Beri gel sen öyle sen. Ay Nisə. Nisə. Aznaba. Az gələ sənə konfet verim. Əhd eləmişdim ki, bir məsələ var. Alınsa konfet paylayacağam. Gəl ayı. Az yeri ged az, yeri ged az. Mən səhərindən heç yemərəm. Nə üçün? Bir də mənə şəkabra verdin ha. Bilmədim içinə qatmışsın, nə qatmamışsın. Səhərə kimi öz-özümə divarla danışmışam. Gözümə də acayip şeylər görsənirdi. Az kölgümü görmüsən, daha şirek sifət. Kölgümü görmüsən. Az əhd eləmişdim ki, Meydan Sandray şirkətinə işə düzəlsin. Bilirsən nə üçün ki? Ayda 1000 manat maaş alır, 300 manat bonus, çaxçıq olur, hələ maşın da onlar verirlər. Ona görə al ye, al ye. Nə yaxşı. Az üçünü, beşini verə yeyərəm, sevinirəm. Nuş ol. Az pul qazancırsınız da. Day bizim çiməndə şampumuza istifadə eləməyəcəksiniz. Ver onu birini ərvə ver. Ver onu. Mənimdir. Birini ərvə verəcəm. Sağ yeməmiş. Baş sponsor Soundride. Nə var? Nəyə gəlmirsən az yenə? Sən niyə gəlmişsən? Nəyə? Görüm sən işləyirsən, ya yalan danışırsan mənə evdə. Sən belə hər gün evə gəlsən, cumraq gəlirsən. Bu necə işləməkdir? Az bilsən, cümlək gəlməliyəm də. Bax, bu Lobov traktorunun ergonomik kabinəsi və rahat idarə etmə sistemi adamı yormur. Başa düşürsən? Ergonomik nədir? Mən başa düşmədiyim sözlərlə mənim başıma aladırsan. Az, yox, gəl görüm bura. Ergonomik, insanın rahatlığı və sağlamlığı nəzərə alınaraq hazırlanmış dizayn deməkdir. Bildim, bəs yaxşı bu necə olur ki, sən işdə olanda yorulmursan, evdə olanda yorulursan? Aynısı. Hər şeyi açıb demək olmur. Ha? Orasını özün yaxşı başa düş də, yəni. Nə demək olmur? Nə demək olmur? Başladın yenə. Belə münasibətdən soyur ha. Baş sponsor Lovell traktorları. Allah bu çiyinlərə getsin. Bu qola. Quda necəsən, neynirsən? Keçdin bizim tərəfə idman eləyirsən, bıraxdın şehrin başını. Bu da yaxşı gəlmirsən. Əslində sənə bir işim düşüb. Evin yerin dəyişmək istənsə problem yoxdur. Dişimlə belə dartım aparım hara deyirsən. Yox, gör nə deyirəm. Nə deyirsən? O dəfələri arvadım məndən dedi ki, sən qocalmışsan, yaman dəyişmişsən, keç biraz idman elə. Doğrudan, gəl sənə bir məsləhət verim. İdmandan da qabaq əsas sağlam qidalanmadır. Qatqısız, soyuq, sıxım, günabaxan yağı. Bununla bişən yeməklər həm dadlı olur, həm də keyfiyyətli olur. Qəşəng, gələ bunu arvadat məsələti yemək pişirsin. Kotlet eləsin, ye. Ged evə, olarsan sağlam. Nə yaxşı. O sən kimi deyim də bir dənə. Necə patron yağıdır bu oğlan. Yox, möhkəm. Patron yağıdır bu oğlan. Patron yağıdır bu oğlan. Ürəklə dinən. Patron yağıdır bu oğlan. Ay, sağ ol. Mən gedirəm, sən tez-tez dinən. Allah, mən dedim. Xüsusi sponsor Patron tumları. Bir dənə sən Rumka baxa bilərəm. Necə? Bir dənə baxım da mən sənə bir dənə söz deyəcəm. Nə deyəcəksən? Sənə bir şey deyim. Sənə bu yaxınlarda uzun bir yol görsənir. Fala baxırsan? Canımsın, bravo. Uzun bir dənə yol, gedərsən. Dönəcəksən hardasa sağ tərəfə. Orada bir dənə kafe var. Orada paya kimi vurmaq görürəm səni burada. Bravo. Doğrudan. Canımsın. Sonra nə görsən? Sonra nə görürəm? Dayan. Sonra görürəm ki, kimsə sənin yolu bağlayıb. Kimsə sənə cavab deyib ki, litrdən artıq içə bilməyəsən. Düz deyirsən, cavab ediblər. Ay, sağ ol. Özüm mən sənə bir də şey də deyim, dayan. Nə? Bir dəqiqə dayan da azaddır, baxıram axı. Qorxuludur nəsə? Bir nəfər var, sən ondan it kimi qorxursan.
Canımsın. Kadındır, kadın. Arvadı deyir də. Doğrudan. Arvaddan qorxuram da neyniyim? Arvaddan hamı qorxmalıdır. Bir şey ki, axşam yemək yeyib üstündən şirniyyat yeyəndən sonra tez qərar verirlər ki, sabahdan mən diyetadayam. Ay sağ ol. Çox müdürükdülər. Deyirəm də. Mənə bax, Yenə bəlkə qədər xırda vuraq. Ki, pul var içməyə. Yoxdur. Eli dansın, xırda vuraq. Məndə yox, səndə yox. Məndə də yoxdur, hardan olsun? Əziz tamaşaçılar, Bura kimdir? biz Salam. sizə Salam. Əziz tamaşaçılar, biz sizə hər dəfə unudulmuş aktyorlarımızı çəkib göstəririk. Bu dəfə isə bizə zəng gəldi ki, siz onu uşaqlıq kinolarımızdan, köhnə filmlərimizdən daha yaxşı tanıyarsınız. Hazırda çətin vəziyyətdədir, içkiyə qurşanıb. Nə deyir belə, mən başa düşmədim. Nə deyir? Çox da şey eləmədən, bu Jəblə-Qucla söhbətdir. Nəticələrlə verilişə baxmışam. Əsramiz Kərəmtərov, bu ad bizi uşaqlığımıza aparır. Siz necə oldu ki, bu cür acınacaqlı vəziyyətə düşdünüz? Bilmək istəyirsiniz nətər olub? Əlbəttə, hamıya maraqlıdır. Onda gəlin gedək göstərim necə olub. Görürsünüz, əziz tamaşaçılar, Dur. onun həqiqətən köməyə ehtiyacı var. Gəlin gedək. Bunlar qalsın, bunlar qalsın. Gələcəyik, Gedək. gələcəyik. Buyurun. Dur qalsın. Bax xanım, o vaxtı mən bir dənə filmə çəkilirdim, indiyə kimi yadımdadır. Nə çəkirdilər? Kino idi, adı Tutarağı. O hansı filmdir? Siz orada hansı obraz canlandırırdınız? Mən orada ki, baş qəhrəman edimdi ki, Tutarağın altında balon saxlayırdım, 3 kilolu balon. Ki, oradan damırdı ora, hə. Belə bir maraqlı film idi, hə. Aha, sonra? Hə, ondan sonra indiyə kimi yadımdadır ki, mən o çəkişdən çıxdım, gəldim bu restorana çörək yeməyəm. Aha. Bir dənə külək var idi, bir dənə soğuğum var idi. Vay dədə, çölə çıxmaq olmur. Külək belirdi. Bu nədir yəni bu? Gəlin bir şey eləyək. Bəli. Bax, əsas hadisə olub restoran içində, kafedə. Gedək ora məncə, hə? Gedək ora da. Gəlin, xoş Əsas gəlin. hadisələr bütün olub. Buyurun danışın. Necə oldu ki, sizin kimi bir sənətkar bu cür acınacaqlı vəziyyətə düşdü? Bəli, mən üzr istəyirəm. Sizin bu mikrofondan çox marojniyə oxşayır. Hə, yaxşıdır. Yadımda o vaxt. Şokoladını. Bəli, buyurun. Müdaxilə elədim, üzr istəyirəm. Buyurun. Televiziya tamaşaçılarından üzr istəyirəm. Bunu yəqin ki, kəsərsiniz də. Montaj, Kəsərik. nə deyirlər ona? Stajyordur, nə deyil? Kəsir ondan. Hə, buyurun. Təzədən sual verin, davam edək. Necə oldu ki, sizin kimi bir sənətkar bu cür acınacaqlı vəziyyətə düşdü? Bilirsiniz xanım, Jəblə-Qucaq da. Bildiniz də, yəni təxmin etmək istədim. Yəni, o heç kim planlaşdırmır ki. Yəni, bir də ki xanım, onları mən yadıma salmaq üçün gərək o günlərə qaydam. Necə yəni? Yəni bax, o ki vəziyyətə necə düşdüm ha, o mən gərək yaşayam da burada. Onlar o mən yaşadım, o keçmişə qaydım. Mənim yadımdadır ki, mən bu restoranda oturmuşdum, bu yerdə oturmuşdum. Bu da burada oturmuşdu. İntihazı bura kimi mənim yadıma gəlir. İndi onlar mən nələrsə sifariş verib o stoldakını qaytarım ora, yaddaşım bərpa olsun. Onları yeməsə, o anı yaşaya bilməzlər. Bəli. Onu hiss eləməlidir. O anı yaşamaq lazımdır. Onlar mən afisiyantıdır. Yaxşı, deyin gətirsinlər. Xaloğlu, o bizim üçün gətirdi, o bir də seçək oradan aynı onlardan. Hə, xalodunu gətir. Hə, bax, yavaş-yavaş yaddaşım bərpa olur. Demək xanım, Bunlar nədir? Biz sadəcə çay içəcəyik. Yox, xanım, mən dedim axı onu hiss eləmək, o anı yaşamalıdır. anı yaşamaq. Demək o vaxtı biz Ver atam. burada olanda stolun üstündə bax xanım, bax, bu turşu var idi. O deyil bu kələm turşusu. Kələm turşusu özü bir litrdir. Ay, sağ ol. Babalar, Hı, götür. bu var idi, babu. Qoyun da neyiniyək də? Bəli. Yox, keyfimdən eləmirəm. Onları yaddaşı keçmişə qayıtmaq istəyirəm. Bunlar da var idi, bax, qatıq da var Qatıq idi. da var idi. Ay, Alça da var idi. İndiyə kimi yadımda alça turşusu da o var döyəmi idi. də qoy. O biberdir. Bu biberdən də indiyə kimi yadımda burada var. Solu geniş götür ki, görsünlər nətə yeyibsən oğlanlar var. Xanım yadımdadır. Biz onda kəlafur zakaz elədik. 2 dənə kəlafur. Bir dənə də litr araq. Veriş çəkəcəyik, heç keçmək olmaz. Sağ olun. Stolda olmalıdır da, yaxşıdır, hə? Stolda O yaxşı olmalı. olsun da. Yaxşı, gətirsinlər də. Verin də zəhmət olmaz. Atan buz kola da gətir, buz kola. Buz kola da verin. O da var idi. Siz Əframuz müəllimin nəyisiz? Əmsarbadır. Nə olacaq? Görmüsün, dostumdur da. Nə idi? Gəl. Bu da sənətkardır, bu da unudulmuş sənətkardır. Bunun da yaddaşı gelib. Mən o Dədə Qorqud filmində Beyli ilə şir davet edir. Həmin o şir mənəm. Hamı da elə bil ki, o doğrusu şirdir. Budur. Mən özüm bir neçə filmlərə çəkilmişəm. Siz hansı filmlərdə rol almısınız? Mən elə bil ki, Dədə Qorqudda
O beyrək deyir, məni qızlar şənlənən yerə apar. Amma mən oradaydım. Beyrəkdən qabaq mən getmişdim ora. Və sonra xanım, film var ya, Atları Yəhərləyin. Orada atı mən oynamışam. Bəli, böyür oldu. Sonra... Ögey anada ana. Yo, Ögey anada ana dövdüm mən. Ögey anada o dağı partladırlar ha. O mən arxa planda mən partlamışam orada. Elə o filmdə mən baş nə deyirlər ona? Prodüser. Ay sağ ol. Bir dənə də filmdə olmuşam, axırıncı aşırımda orada da bir dənə litri aşırmışam. Bəli, yəni mənim əməyim çox olur filmdə. Yaxşı bir... Hə, baba xanım gəldi. Onlar biz yavaş-yavaş bərpa edin yaxlaşın. Olar. Siz bitkəsiz də götürün. Buyurun. Bunda ayaq üstəsən, bir də çörək ver zəhmət olmasa mənə. Hiss eləyək. Təşəkkür ederim. Yedikcə sadəcə xatırladığınız şeyləri danışmağa Mənim çalışın. qatıqladığım şeylər heç vaxt olmayıb. Xatırladığınız. Nə? Xatırladığınız şeyləri danışın. Xatırladığım, ha. Bəli. Müzdəyəm. Xatırlayacam, nə var, nə yox. Siz nə edirsiniz? Bəs danışdıq axı, içki içmək olmaz. Anam keyfimdən içmirəm. Mən bunun yaddaşım bərpa olsun deyə, sizin veriliş maraqlı alınsın deyə içirəm. Yoxsa mən bunun ölüsü dörəm, bir şey dörəm. Bu içirəm, şəxsən sizin sağlığınıza. Sağ olun, xanım. Sağ ol. Deyir, yaşın oldu 40, hər gün üzüyü 40. Hər gün üzümü Təzə sağlıqdır, bu dün öyrənmişəm. Yaxşı, sağ olun. Yaxşı, davam edin görək. Yəni sonra nə baş verdi? Sonra mən buz kola açdım. Yadımdadır, buz kola açdım. Deyirsən, belə içdin, belə. Yo, stəkana. Yo, belə içdim, düz Belə. deyir. Yaxşı, bundan sonra nə baş verdi? Ona ki, bir xanım bizə yaxınlaşdı. Bizlə şəkil çəkdirdi. Sonra sağ olsun, getdi bizim hesabımızı verdi. O gündən sonra mənim çöküşüm başladı. Buyurun, davam edin. Davam edin gəndə ki, siz indi Araq deyiblər. bizim hesabımızı verə bilərsən. Bir şey deyib. Nə bilirəm. Hətta qoy necə olur, belə də olsun da. Verin. Yaxşı, verirəm. Rəhmət, o vaxt üçün biz də məşq edib yaddaşımızı bərpa edək. Yaxşı. Bərpa elə. Yaddaşımızı bərpa elə. Çək. Qardaş, xaloğlu, xanım şot verəcək, biraz uzadarsınız. Ki, rahat sürəyim. Bak, əlavə nəsə deyək, əlavə. Hansı əliyağa? Əlavə. Əlavə, bax, nə istəyirdinəm. Verdik hesabı. Çox sağ olun xanım, çox sağ olun. Buyurun, davam edin. Davamı... Əllərimizi sildik. Durduq ayağa, Sonra? aramızı götürdük, buz kolamızı götürdük. Aşağı. Hələ ki, çıxdıq qapının ağzına, oradan qaçdıq. Bir də mən o sizə göstərim. hara Yox, götürmürük, göstərirəm, mənə buradayım, hara gedirəm xanım. Gözlər. Hələ buradayıq. Getdilər. Cənnət olayı. Deyirəm Aynisən, sən axır vaxtlar bu verilişə yaman baxırsan ha. Deyirəm ölərəm də gülməkdən. Bu verilişdə bir qadın çıxar, rus qadın. Yanında da uşaq, gələ ki münasib axtarıram. Yürü git ha, sən bət danışmaz. Get öz əlim dərdini çəkək. 8 martda sən gəldi, şey verdi, paltoruyan sabun, qıraqdakına bahalı duxal deyə. Heç vaxt mənim elə şey eləməz. Ona əminəm. Hardan bilirsən ki? Hardan bilirəm? Hardan bilirsən ki? Çünki mənim ərim hər gün yerli, milli kolalar içir. Bir də onun qıraqda gözü yoxdur. Az özünüzü bu gül kimi buz kola ilə müqayisə eləməyin. Siz olsanız şey olasınız, bu çürümüş kompot. Nəfsim şəkli ver mənəm. Görə soxun boy bu, çürümüş kompot. Görə deyirəm məni ye. Az bu əladır da, bu əladır. Çevirəm, Başa ver, mənim. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Üzümdə qırışlar qarmon kimidir. Söz bagajım çoxdur, fırqon kimidir. Bu nə deyir? Qazaltmışaltıdır bu oğlan. Satqodur bu oğlan, bu da neynirsən? Siz heç də telexoda. Nəşə? Ayaqdan şeir yazmaq istəyirəm, o qafiələri sözü üstə belə 30-dan bilirəm. Söz onu tapa bilmirəm. 9-dan. Bax gələ sənə patron tumu verim. Tut da beynin dincəlsin, şeir özü gələcək. Tut da. Oradan lisən. Nə dəbə? Tut da. Ne tərəzi qırışların nə kimi deyim? Deyəm, üzümdə qırışlar qarmon kimidir.
Çoxdur söz bagajım fırqon kimidir. Güllədir sözlərim patron kimidir. Adım bəxşəyişdir, karoçi belə. Ay Gəldiyə gəldi Allah. Mənə də ver. Mən nə dedim? Özün- Sən getdin belə. Dağlardan, dumanlardan keçdin belə. Allah, get. Mal olma, mal olma. Xüsusi sponsor Patron tumları. Xüsusi sponsor Xınalı Otel. Sağ ol kardeşim, sağ ol. Bugünü yola verdim. 7'sinde beni çağırarsınız, 40'ına da beni çağırarsınız. Kartımı atacağım, ona pul atarsınız. Sağ ol. Emelli başlı pul var bu işte. Ben bu vakta kimi niye işlememişim bu işi bilmiyorum. 7'sinde de 40'ında da buradayım, sattıracağım özümü. Hay vay. Ha. Gel bura. He? Sən nətər adamsan ha? Ne olur söylemeyin. Amma sən başa düşmürəm. Mən keçən dəfə sana 10 manat vermədim ki, get atamın qəbrinin üstündə oxu. Həmən gecə atam yoxuma girdi. Dedi 10 manat batdı. Şəfdə oxumadı. İncime ya benim balam. Geldi dedim 2 dəqiqə içində. Sənin atın çox iş... Saxla, ağzıma qıran daşma. Nesin? Gəldi dedi. Özü mənim balam zad nədir? Qulaq az. Sən molla zatsan papağı taxmısan. Papağı dəyiş ha. Şimdi ne olsun ne papağından takmışam da sen de. Bəs də. Eşidirsən? Mən. Bu mənim balam var. Mənimki də mənimki. He. Gör nə deyirəm, bunun ürəyi ovquş yeməklər istəyir. He. Yoldaşız hamilədir. Vay. Ay ana buna 5 tane ver. Göyden uçan kuşlara ver. Yüngül eləmə, ayıbdır gözlə. Cica. Ne olur be? Yoldaşım yox, gör nə deyirəm, mənimki də saxladığın. Deyirəm, sən də yaxşı bilirsən də bu ovlamağı da quşları zadı. Yani. Gedək bir quş ovlayaq, o da görsün, mən biraz fərəhlənəm də, özümü göstərim də yanında da. Kuş ovlayak problem yok diye ovlayak. Benim halam oğlumun geçen of tüfengi var. Olsun. Bir şartla gelirim senden ora. Sen beni düzeltirsen Sandıray şirketine. Ayda 1000 manat maaş alırım. Olsun. Ayda 3 manat bonusum olur. Ondan sonra ben senin kulluğundayım. Narahat olmayı. Sandıray, sürücüləri düşünən diye. Otur. Önce oturun. Otur. Oturayım. Gel git o taraftan özüm sürəm, gel. Ben maşın sürebilirim. Bildim də, indi bu sefer mən sürəcəm, gel otur. Cica. Ay Zülüməlim. Nədə? Deyirəm gələm bunu geçen elinde tut. Şəkili çəkin paylaş. Yox, onu vermə, yox. Yaşın. Mən birdən ki dənimdə tüfəng tutmuşam boş-boşuna. Atıla dəyər məni. Sən özübə gedəməsin, sənin fikrin. Eşidirsən? Bəli. Ağın özübə gedəməsin. Mənim həyatım çox dəyərlidir. Aşı qorxmaya maraqlı görsənəsən tut. Ayıqı çək onu oyna, çək, istəmirəm. Aşı geçen bir dənə şəkili çəkim. Qoy gəlin bacı görsün də sən nələrə qadirsən də. Bildim o, eşidirsən? Gəlin bazı evdəkidir, bu qıraqdakıdır. Ne olsun o da görsün ki sen necə igid adamsan da tut bunu. Doğrudan deyirsən? Tut. Deyirəm ağlın işləyir də. Ver telefonunuzu. Gələ çək, gəl. Telefonunuzu verin. Də, Hediyem. deyəm, çək. Nə oldu? Bu kulafkası yoktu ki. Nasıl? Hardan çekirler bunu? Bu nə danışırlar? Nətər yoxdur konofkası? Elə şey olar. Yoktu ne kulafka var burada. 4000 manat pul vermişəm, çıxan kimi almışam onu. Aşı çıkan kim almışsan ki kulafkası yoktu da. Gözlerdin çıkardı kulafka koyardılar ondan sonra anardın da. Tut elinde görün. Ver mənə, nə sabah. Hansıdır, hansıdır? Bax, belə edirsən. Belə edirsən. 05'e koyursan. 05. Bu kırmızının başına düşürdü. Ver görün. Bastım hocam, bastım. Rek gedir, Tüfengi kaldır, tüfengi kaldır. Rek gedir. Kaşan çek. Bir
5 tane videolar, 5 tane de bir foto elə. Yaxşı, Keç fotoya, gönder. keç fotoya. Gözlə. Göy kuş vururam, göy kuş vururam, göy kuş vururam. Ver kuş ver. Aynen. Bir tane de tut. Geçey dön. Ha, yaxşı çək də. Yok yaxşı çəkəcəm, narahat Bir dənə olma. mən buna belə qaldırım, belə Salam. Salam bilin. Ekologiya Təhlükəsizlik Xidmətinin inspektoru Xan Kişiyev. Qanunsuz ova görə sizə inzibati protokol tərtib edilir. Nəsə, şəxtə bu nədir? İnzibati protokol adı nədir? Benim başa düşdüyümə görə o qardaş dedi ki sizin ananızı ağladacaq. Düz başa düşdüm. Sizdə odlu silahı yoxdur. Məndə yoxdur. Amma bu vətəndaşa cərimə yazılacaq. Ad, soyad, ata adı. İndi Ay qardaş, mən ömrü boyu heç bir dəfə də olsun kuş vurmam. Milisay vurmamışam. Birinci dəfə də bunu əlimə götürdüm. Bu vətəndaş şəkillərinizi çəkəndə kənardan maddi sübut olaraq mən də çəkmişəm. Bu nə də? vay dedə bilin. Zəhmət olmasa şəxsi məlumatlarınızı verərdiniz. Ya atamın adı Zəlim xan. Belə məmləkətlərdə həmişə ata adı birinci yada düşür. Tam adınızı, soyadınızı, ata adınızı deyərdiniz. Tam dinən, nə tam dinən, hamısını dinən. Nəcibov Zülfüqar, Zəlim xan oğlu. Sizə qanunsuz ov cəhdinə görə 500 manat cərimə tətbiq olunur. 500 manat. Hindi ödəməliyəm onu. Bəli, indi ödəməlisən. Bəli, əlbəttə indi ödəməlisən. Ayda bu nədir? Gələ bir dənə onu tut. Gələ. Əcəb işə düşdüm. Bu nədir? Pullarım elə boş. Bax belə şeylərə gedir. Boş. İnanırsan. Bir hadisətlə bir səhv eləyib, indi bu da sizin xəzanətinizdən çıxar. Yəni qanun çərçivəsindədir, onu da eləməyə razıdır. Verəməyə. Gələ qardaş, gələ. Müəllim, zəhmət desə üzünüzü çevirərdiniz. Mən bir dənə sizi yoxlayırdım görüm həqiqətən ov eləmisiniz yoxsa yox. Bu nə? Niyə yoxlamanız da, mənim bu da qanun adamıdır. Bu da Ayıbdır. Yaxşı, gələ da. Mən üzünüzü çevirərdim. Üzü çevir yoxlar. Ha, nə oldu? Sakitçilikdir. Tapdın Bəli, nəsə? bəli. Yoxla gör nə var, nə heç bir Ada yoxladı da, yaxşı daşaqdı da. Vəssalam. Ov eləməyin. Nəzarətdəsiz, bax deyirəm sizə. Ya eləməliyik. Oldu, sağ olun. Başda çox sağ olun, müəllim, çox sağ Sağ olun. olun. Üzürə çevirir, əsasən müəllimdir, bilmədi də, bir cavandır. Bilməmişik, sağ olun. Bir də belə şey eləməyin. Baş üstə. Deyirəm, Zülü müəllim, adam belə şeyləri laf həvəsi ölür. Gəl çıxıb gedək evə işi, Yox, gəl. elə demə, həvəs, eşitsən. Mən o qədər söz vermişəm, olmadı ki, ona demişəm ki, sənə ov quşu gətirəcəm, olmadı ki, girək meşənin dibinə, dərininə, 100% oradan taparıq. İndi qıza söz vermişsən, gəlib təzdən cərimələyən nədir? Sən narahat olmadan, cərimə eləməyəcək elə, doğrultdan məndə pul olmadı ki, mənlikdir, gedək qıza söz vermişəm. Onda özün bilərsən. Özün Demişəm ki, quş gətirəcəm sənə yiyərik. Demişsən elə. Olmadı ki. Onda özün bilərsən, gəl məni. Keç gir ora. Hara? Bax, oralar yaxşıdır, Keç. Atağa. Sakin. Uçacaklar indi kuşlar. Niye oralarda var. Uçuşurlar. Ha, burada da. Darıkma da. Darıkma. Korkmursan. Ha, yok burada. Gülle sesinden korkmursan. Ha, olmaz ki. Şimdi yan. Ay dede. Ay beynim. Geldi. Meneman. Yürü benim tez kaç ondanınca ne kadar türlü gelip aparmayayım. Yeni kaç, möhkem kaç. Düştük gölün içine kaç dede. Yandı. Kaç. Tula değil, tula ne ter kaçır. Gitti getirmeye. Biraz böyle uzun kulağı ola tazı de. Bu nə də? Ha, Zülü, sənin nə yaşın deyəsən, düşmüsən bu çəmənliyin qamışdığın ortalığı. Alo. Aycan. Nata. Sana kuş vururam da. Meşədəyəm, hə. Qoxmaq nə də? Mən hara qoxmağara olmadı ki. Canavar diye bu oğlanın pakal dedi. Au! Bu ne diyor? Sen canavar değil o. Canavardı canım sen. Niye? Beynim tırkalandı. Zülüm ellim, korkma canavarı vurdum. Zülüm ellim.